Bu boyda Hacı Leylənin ocağını dağıdıb viran qoydunuz. Yani her şey normal geçsin. Siz nətər uşaqsınız ay başınıza. Bu boyda Hacı Leylənin ocağını dağıdıb viran qoydunuz. Bunun ahı bizi tutmasa yaxşıdır. Yaxşı da mama da qağaçda, yaxşı da biz günah hiss eləmirik mama. Biz də insanıq da qağaçda. Sən nədir mama? Nədir? Ununu alacağım, yağını alacağım mama. Həmişə necə eləyirsən qağaç? Ha? Bir dənə halıva salarsan Hacı Leylənin adından paylayaram qonşular, çox farklı getdi. Nə yaxşı? Ana, Azman. Kimsə yığılıb ağac. Ana. Mama eşidir, mama. Bir şey. Ocağın puludur, mən sağladacağım ha. Şu ocağın pulu onda halallıqla bölməliyik də. Ana, biz görmürük, görən görür. Qağaç, olmaz. Dəyiş bir dənə başqa söhbət elə. Bax hala. Mənə bir səndən maraqlıdır. Nə qağaç, nə maraqlıdır? Bax, Asman deyir ki, uşağı Hacı Leylə gətirmir. Bəs yaxşı, Hacı Leylə gətirmirsə uşağı, onda Asman necə əmələ yəni, bax. Baba, bu boydan verdiyi suala bax lan. Nə olar, deyim də. Hə. Mənə bax, oğul.